Vaxtınız xeyir olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərdən xəbər tutmaq istəyirsinizsə, ekran qarşısına bir qədər də yaxın əyləşin, Ekonomiks vaxtıdır. Azərbaycanın bütün rayonlarında 30 megawatt gücündə hibrid elektrik stansiyaları yaradılacaq. Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov Lider televiziyasına müsahibəsində belə deyib. Bildirib ki, bərpa olunan enerji mənbələri dayanıqlı mənbələr olsa belə, bu zaman enerjinin dəyişməsi də baş verə bilir. Belə hallarda istifadəçilərin tələbatını ödəmək üçün yaradılan hibrid elektrik stansiyaları enerjinin istifadəçiyə müəyyən qrafiklə çatdırılmasını təmin edəcək və agentliyin strateji məqsədi də ölkəmizdə bərpa olunan enerji mənbələri hesabına əldə olunan elektrik enerjisinin həcmini 20%-ə çatdırmaqdır. Və bu stansiya mütləq bir nöqtədə yerləşəsi deyil. Yəni belə layihələrimiz də var ki, biz hər kənddə 300, 500, 400 kilowattlıq kiçik elektrik stansiyalarını yaratmaqla rayon üçün 30 megawattlıq stansiyanı yaradırıq və bu rayonun bütün elektrik təchizat tələbatını ödəyir, həm də rayonun enerji itkilərini kifayət qədər aşağı salır. Çünki tələbatçı ilə istehsalçı təxminən eyni bir kənddə və yaxud eyni bir nöqtədə yerləşirsə də enerjinin ötürülməsinə istifadə olunan itkilər, alınan itkilər ancaq artıq qismini, yəni enerji istifadə olunmalı bir qismi artıq qaldı, bunun harası da ötürülməsi və yaxud bir qismi çatmadısa, bu bir qismini bura çatdırılması üçün əmələ gələn itkilərdən söhbət gedə bilər. Azərbaycanda asan imza kartı əldə edən vergi ödəyicilərinin sayı 21 minə çatıb. Eyni zamanda asan imza ilə göstərilən xidmətlərin sayı da 100 mini ötüb. Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, əhalinin daha etibarlı və təhlükəsiz elektron kartdan istifadəyə marağı artıb. Mobil imzanı əldə edən istənilən şəxs bütün dövlət və qeyri-dövlət orqanlarının xidmətlərindən tam təhlükəsiz şəkildə istifadə edə biləcəkdir. Və gələcəkdə də bu mobil imzanın digər dövlətlərlə qarşılıqlı tanınması nəzərdə tutulur. Bu isə o deməkdir ki, bugün Azərbaycanda hər hansısa bir sahibkar, hansısa bir Avropa dövlətində, xarici bir dövlətdə digər biznes partneri ilə qarşılıqlı olaraq sənədlər imzalaya biləcək, başqa bir dövlətdə dövlət orqanına müraciət edib hər hansısa bir müəssisə yarada biləcək, birgə müəssisələr qurulacaq. Bu həm təbii ki, biznesin inkişafında çox böyük bir addımdır, həm informasiya cəmiyyətində bugün çox böyük bir irəliləyişdir. 2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye sektorunda 25 milyard manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə sənayenin qeyri-neft sektorunda 3%, neft sektorunda isə 0,4%lik artım qeydə alınıb. İstehsalın 4/3 hissəsi mədən çıxarma sənayesində həyata keçirilib. Qeyd edək ki, ötən 9 ay ərzində 32,5 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilib. Azərbaycanda qızıl hasilatı da artır. Beynəlxalq əməliyyat şirkəti Gədəbəyin qızıl yataqlarında istehsalı getdikcə artırır. Sentyabrda ikinci zavodun açılışından sonra proses daha aktiv fazaya qədəm qoyub. Yeni zavodun tikintisini ötən il başlanıb. Bu ilin iyununda başa çatdırılsa da zavod sentyabrda istifadəyə verilib. Saatda 100-150 ton filiz emal olunur. Zavodda istifadə edilən texnologiya xaricdən gətirilib. Emal prosesinin əsas mərhələləri aşındırma sistemi Türkiyədə, çöktürmə sistemi isə Cənubi Afrikada istehsal olunub. Köhnə zavodda çöktürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat kapalı çənlərdə həyata keçirilir. Köyde zavod HIPLIS denilen sistemle çalışıyor. Yani malzemeyi kırarsınız, üzerine solüsyonu döker ve altından kızıllı solüsyonu mahlulü alırsınız. Yeni sistemimizde ise bütün malzemeyi öğütürüz, hordalarız. Liş tanklarında aşındırmayı yapıp kızılı kazanırız. Buradaki bizim farkı, proses olarak farkı, verimliliğimiz artıyor. Tikinti sayəsi 14,4 min kvadrat metr olan yeni müəssisədə 32 min unsiya qızıl istehsalı nəzərdə tutulub. Gədəbəydə köhnə qızıl mədənində çıxarılan hər ton torpaqda 1-3 qram qızıl alınırdısa, yeni zavodun köməyi ilə bu 4,4 qrama çatdırılıb. Köhnə zavodda filizin tərkibindən 70% qızıl alınırdısa, bu göstərici yeni zavodda 85% təşkil edir. Həmçinin yeni zavodda sulfitli filiz almaq mümkündür ki, bunu köhnə zavodda almaq heç mümkün değildi.
Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalacaq. Bu məqsədlə ambar tikilib və tullantıların ora axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilib. Filizi əldə etmək üçün mədən əməkdaşları tərəfindən əvvəlcə dağ suxurları partladılır. İndi az sonra biz də həmin partlayışın birinin şahidi olacağıq. Dünya bazarında qızılın qiymətinin aşağı düşməsi təbii ki, Gədəbəydə də qızılın hasilatına təsir edib. Lakin bizim qızıl axtaranlar ruhdan düşmürlər. Zavod müəyyən layihələr həyata keçirməklə, enerji və digər xərclərə qənaət etməklə hasilatın səviyyəsini saxlayır. Biz bunun için bazı önlemler aldık. Kendi maliyetlerimizi minimize ederek. Bu nasıl olur? Enerjimizi minimize ederek olur. Bu siyeri tüketim var, en fazla tüketim maliyetimiz içinde, onun tüketimini azaltarak olabilir ve yeni sistemler koyarak, bu nedir? Öğütme sistemimizde yeni malzemeler kullanarak, kaliteli malzeme kullanarak masraflarımızı aşağı alıp karımızı yukarı çekmeye çalışacağız. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Gədəbəyin yataqlarından ötən il 1,6 ton qızıl, 626 kiloqram gümüş hasil edib. Bu ilin sonuna qədər hasilat 1,8 tona çatdırılacaq. Gələcəkdə qızıl hasilatının ildə 2,5 tona çatdırılması planlaşdırılır. Bizim qızıl üretimimiz Köhne Plantı 1,6 ton civarındaydı. Bizim bu yılki hedefimiz, bu yıl sonuna kadarki hedefimiz 1,8 ton kızıl üretmeyi hedefliyoruz. Gelecek yıl asıl üretim gelecek yıl olacak 2,5 ton yıl üretim hedeflememizdedir. Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olub. Dəfələrlə mis və nəcib metalların çıxarılması məqsədi ilə istismar edilib. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada dağ mədən işləri aparılıb. Həmin dövrdə Almaniyanın Siemens şirkəti yataqda mis hasilatı ilə məşğul olaraq təxminən 2 milyon ton filiz çıxarıb. 1997-ci ildə Azərbaycanın Azərqızıl Dövlət Şirkəti ilə Birləşmiş Ştatların RV Investment Group Service şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. 2009-cu ildən etibarən Gədəbəy qızıl mis layihəsi gəlirdə payı 51% olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49% olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Bu qızıl milli brend Gədəbəy markası altında dünya birjalarına çıxarılan yeganə milli məhsulumuzdur. Nəzakət Ağayeva, Fəruq Qafarov, Ətayə Ələmdar qızı, Lider TV Gədəbəy. Rəsmi Brüssel, Ukrayna, Azərbaycan, Gürcüstan və Türkmenistanla əməkdaşlığı daha da gücləndirməyə planlaşdırır. Ötən gün açıqlanmış sənəddən belə məlum olur. Avropa Komissiyası 2014-2020-ci illər ərzində həyata keçirilməsi prioritet olan 250 infrastruktur layihəsinin siyahısını açıqlayıb. Bu siyahıda məhz bu ölkələr, o cümlədən Azərbaycanla birgə layihələr də yer alıb. Maraq doğuran layihələrdən biri Ukraynanın Brod şəhərindən Polşaya çəkiləcək boru xətti layihəsidir. Kəmərin uzunluğu 317 kilometr, maksimal ötürmə qabiliyyəti isə 30 milyon ton olmalıdır. Rusiya ilə Avropa Birliyinin birgə layihələri prioritet siyahıya daxil edilməyib. Məlumat üçün bildirək ki, 250 layihənin 140-ı elektrik enerjisinin ötürülməsi və saxlanılması gücü isə neft, qaz boru xətlərinin tikintisi ilə əlaqədardır. Avropa Birliyi Birləşmiş Ştatlarda yaşana biləcək defoltdan ehtiyatlanır. Lakin bunun baş verə biləcəyinə inanmır. Avropa Birliyi ölkələrinin Maliyyə Nazirlərinin Brüssel toplantısında əsas müzakirə mövzusu büdcə böhranı olub. Lakin bu dəfə Avropa yox, Amerika böhranı. Əgər bu həftə Birləşmiş Ştatlarda borclara görə defolt yaşanacaqsa, bu hadisə bütün dünya üçün fəlakətli nəticələr yaradacaq. Belə açıqlama ilə Avropa Birliyinin Maliyyə Siyasəti komissarı Olli Rehn çıxış edib. Amerikanın çətin maliyyə vəziyyətinin çıxması vacib şərtdir. Əks halda böhran iqtisadi sektorlara ciddi təsir göstərəcək. Hələ bir yüksəliş dövrünü yaşayan və xarici amillərə həssas olan Avropa iqtisadiyyatının isə bundan zərər çəkəcəyi şübhəsizdir.
Hətta Birləşmiş Ştatlar hökumətinin fəaliyyətinin dayandırılması belə Avropaya təsir edir. Amerika Avropa Birliyinin əsas ticarət tərəfdaşı olduğu üçün bir sıra layihələrdən imtina olunub. Bundan əlavə dolların zəifləməsi Avropalı ixracatçılara zərbə vurur. Lakin ekspertlərin içbindilər. Onlar hesab edirlər ki, Birləşmiş Ştatlar prezidenti və Konqres 2 il öncə olduğu kimi son anda razılığa gələcək. Bu səbəbdən maliyyə bazarlarında güclü negativ tendensiyalar hələlik müşahidə olunmur. Avropa Mərkəzi Bankının dəyərləndirilməsinə əsasən Yunanistana ayrılan hazırki kreditlər ona yalnız 2014-cü ilin birinci yarısına kimi kifayət edəcək. Bundan sonra bu ölkəyə yenidən maliyyə yardımı lazım olacaq. Ayrılmış kreditlərin gələn ilin sonuna qədər çatacağı gözlənilirdi. Yardımın yalnız ilin yarısına qədər çatması Avropa Mərkəzi Bankının rəsmilərini narazı salıb. Ölkə Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan 210 milyard avro kredit alıb. Birinci və ikinci yardım proqramları çərçivəsində Yunanistana 240 milyard avro maliyyə dəstəyi göstərilib. Yunanistan hökuməti büdcə çatışmazlığı ilə bağlı əlavə vəsait axtarmalıdır. Mən uzun müddətli öhdəliklərin yerinə yetirilmədiyini görürəm. Bu, Avropa Mərkəzi Bankı və Avropa maliyyə sisteminin maraqları çərçivəsində deyil. Yunanistan maliyyələşməkdəki kəsiri aradan qaldırmaq üçün başqa yollar axtarmalıdır. Bank rəsmisi onu da əlavə etdi ki, Yunanistana 2014-cü il üçün ayrılan maliyyə yardımından əlavə 5-6 milyard avroya qədər pul lazımdır. Lakin Yunanistan böhrandan necə çıxacağı barədə hələ ki qərar verə bilməyib. Ölkədə maliyyə böhranının nə qədər davam edəcəyi ilə bağlı ekspertlərin də fikri haçalanır. Çinin valyuta ehtiyatları ötən ildə son 2 ilin maksimum səviyyəsinə çatıb. Bu nəticə ölkənin pul vəsaitlərin cəlbinin sürətləndirilməsindən sonra baş verib. Çinin Milli Bankının hesabatına əsasən ehtiyatlar sentyabr ayının yekununda 3,66 trilyon dollar olub. İyun ayında isə bu rəqəm 3,5 trilyon dollar idi. Bununla yanaşı Çin yuanı 2005-ci ilin iyun ayından bəri dollara nisbətdə ən yüksək həddə qalxıb. Norveç Maliyyə Naziri Neft Fondunun investisiya portfelindən 5 şirkəti çıxardığını bildirib. Ümumilikdə 780 milyard dollarlıq sərmayədən məhrum qalan şirkətlər ekoloji risk və uşaq əməyindən istifadədə ittiham olunurlar. Qərar etika üzrə məsləhət şurasının rəyindən sonra qəbul edilib. Şura həmçinin Royal Dutch Shell və Eni şirkətlərinin də siyahıya daxil edilməsini məsləhət görsə də, Maliyyə Nazirliyi bundan imtina edib, amma hər iki şirkətin etik siyasəti nəzarətə götürülüb. Rusiyanın Lukoil neft şirkəti Çinə neft təchizatını artırmağı planlaşdırır. Bu barədə şirkət rəhbəri Vahid Ələkbərov Pekinə səfəri zamanı məlumat verib. Şirkətimiz Çin bazarına daim neft qazla təchiz etmək gücündədir. Hədəfimiz nəinki Çin, o cümlədən Asiyada əsas neft təchizatçısı rolunu oynamaqdır. Hazırda Çin bazarına illik 800-850 min ton neft və neft məhsulları ixrac edirik. Bu həcmi daha da yüksəldəcək. Əlavə olaraq PetroChina şirkəti ilə strateji əməkdaşlığımızı daha da gücləndirməyi düşünürük. Dünyanın ən iri mebel şirkəti IKEA 2012-2013-cü illərdə satışlarını 3,1% artırıb. Bundan əlavə şirkət bir çox ölkələrdəki bazar payını da artıraraq gəlirliliyini sığortalayıb. Əsas satış həcmi isə Rusiya və Çində qeydə alınıb. Bundan əlavə İsveç şirkəti Şimali Amerika bazarındakı satışları da qənaət bəxş hesab edir. Qeyd edək ki, 12 ay ərzində şirkətin satışı 27,9 milyard avroya qədər çoxalıb və xalis gəlirli satışlarda isə 1,8%lik artım müşahidə olunub. Hazırda IKEA şirkətinin şəbəkəsinə 303 mağaza daxildir və dünya bazarında liderliyini əminliklə qoruyur. Amerikanın əsas fond indeksləri də yüksəlir. Dow Jones S&P 500 0,1%. Nasdaq 100 isə təxminən 0,2% bahalaşıblar. Yaponiyanın Nikkei 225-i 0,34% itirib. Avropanın fond bazarları isə daha inamlı təsir bağışlayırlar. Onlar Almaniyanın DAX indeksi 0,68%. Böyük Britaniyanın FTSE 100-ü isə 0,72% yüksəliblər. Neftin qiyməti düşüb. London birjasında hər rəca çıxarılan Brent markalı neftin qiyməti 0,4% enib və hazırda bir bareli $110.44 təklif olunur. Light markalı neftin qiyməti isə $101.64. Bu isə 0,5% ucuzlaşma deməkdir.
Səhər bu axırmışımızda da qızılın qrafikində eniş tendensiyasının tezliklə yenidən bərpa olunacağı barədə ekspertlərin proqnozlarını açıqlamışdıq. Gün ərzində əməliyyatların gedişatı dediklərimizi təsdiqlədi. Qızıl bugün böyük itki verdi. Sarı metalın qiyməti 1,3%-dən çox düşdü və indi bir unsiyası 1255 dollara satılır. Gümüşün qiyməti daha çox 2,8% düşüb, platin 1359 dollara kimi enib, pallacında 1,3% itirib. Mis 0,33%, alüminium isə 0,59% ucuzlaşıb. Valyuta bazarında nisbi sakitlikdir, amma Amerika Birləşmiş Ştatlarındakı situasiyandan asılı olaraq vəziyyət tam dəyişə bilər. Bu saat olan məlumata görə avro-dolların məzənnəsi 1,35-15'dir. Göründüyü kimi avro bir qədər enib, dollar yen 98-62'ye qalxıb, funt sterling dollar isə 1,59-56 səviyyəsinə enib. Sabah saat 13:30'da Böyük Britaniyada işsizliyə görə müavinət almaq üçün müraciətlərin sayı məlum olacaq. Eyni vaxtda bu ölkədə orta əmək haqqı səviyyəsinin dəyişikliyi də açıqlanacaq. 14'də Avropa Birliyi ölkələrində istehlak qiymətləri indeksi bəlli olacaq. Saat 16'da isə Amerika Birləşmiş Ştatlarında ötən bir həftə ərzində ipoteka krediti almaq üçün müraciət edənlərin sayı barədə informasiya veriləcək. Bu qədər günün əsas iqtisadi yeniliklərini izlədik. Sağlıqla qalın.